Pomidor Mən səni müqəddəs bir gündə sevdim. Bəlkə də həmin gün dünya yaranıb, dərya yaranıb, mənə yaranıb. Bəlkə də həmən günəş qapısının döyüldüyü, yer üzündə Allah'ın görüldüyü gündür. Bəlkə də, bəlkə də, bəlkə də bəlkənin bitib yetişdiyi, Dorian Gray'in portretində rənglərin sevişdiyi, fotonların cüt yarıqdan keçişdiyi vaxt idi. Sevgilim yadınamı? Həmin axşam Allah kirpiklərini yelləyərək külək yaradırdı. Allah'ın yorulmuş gözlərinin təri pəncərəni cırmaqlayırdı. O gecə vərəqin üstündə gəzən qələm sən izimin manifestin yazırdı. Manifestin ilk cümləsi mənim sözlərimin poetikliyi sənin gözəlliyin qədərdi. Ey sevgilim, indi isə nə o külək əsir, nə o yağış yağır, nə də o qələm yazır. Sanki biz termidor gilyotinlərinin ikiyə ayırdığı baş və bədəni, elə bil Greenwich'in yeri başdan ayağa böldüyü kimi, zero dərəcəli bir soyuqluq bizi ayırıb. Halbuki aramızda nə bir ölkə, nə bir şəhər, nə də bir kənd var sevgilim. Aramızda bir insan var.